Amir, Rəvanın qardaşı Arzu danışdı. Arzu artıq susub, Surxay bəy. Onu boğub öldürdüm. Və heç bir iz də buraxmadım. Sən nə etdin? Hə? Sənə demədim ki, məndən xəbərsiz iş görmə, hə? Rəvan qardaşının öldüyünü bilsə, hələ sənin öldürdüyü bilsə, səni sağ buraxmaz Samir. Rəvan heç nə bilməyəcək Surxay. Qardaşının ölümünü atacam fəqanın üstünə. Qoy onları öz aralarında dava eləsin. Qırsınlar bir-birinə. Ayrıca da Surxay, onu öldürməyə məcbur idi. Səninlə danışdığım yerdə eşitdi. Sizin adamınız olduğunu, Rəvanı satdığımı. Onu öldürməsəydin, hər şey gedib deyəcəkdi. Buna məcbur idi. Ax Samir, ax. Öz başına hərəkət edirsən. Özü də çox. Səncə Arzunun ölümünün fəqanın üstünə atsa, Rəman bunu araşdırmayacaq? Hə? Sənə sözünə güvənəcək, Samir. Hə, niyə güvənməsin Rəvan? O məni qardaşı kimi görür, Surxay bəy. Hər şey sən dediyin kimi Hasan deyir, Samir. Sən Arzunun adından bir məktub yaz. Arzunun da şəklin Photoshop elə. Güya hər şeydən bezib çıxıb gedib buralardan. Qoy Rəvan inansın. Başa düşdün məni? Yaxşı, dediklərimizi eləyəcəm. Bir söz soruşun. Arzunun şəkli Dubayda olsa olar? Harda olsun, şəkil olsun. İndi itil gözümün qabağından. Yaxşı Surxay bəy, necə istəyirsiniz?